Salam mələkçi, kövrəyə baxın qızlar. Bilmirəm bu kövrəyə bilən varmı? Bu yazda aprel ayında olur yalnız. Mayda uca olmur. Bizim dildə quzu qarnı deyirlər. Quzunun qarın qartasına oxşuyur baxın. Rus dilində də deyə də bilmirəm, smarçki nədir, bax belə bir şey deyirlər. Özümüzün dilimizdə desək quzu qarnı. Baxın necə gözəldirlər. Maşallah. Salam mələkçiyim. Kövrək sevənlərə gəlsin bu. Kövrək yalnız aprel ayında olur. Quzu qarnı deyirlər bu kövrəyin adına. Qoyunun qarın qartasına oxşuyur da yəni. Quzu qarnı deyirlər bu kövrəyin adına. Yalnız yazda olur, bir ay aprel ayında. Baxın, baxın nə gözəl də çıxıblar. Bunu kövrək həvəskarları biləcək bu kövrəyi nətər deyilir rus dilində. Mən biraz adını bilirəm. Adını rus dilində çətin deyirəm, yaman çətin adı var. Amma bizim dildə bilirəm ki, quzu köbəyi deyirlər. Quzu qarnı. Axtaraq öncə rəngini tapacaqmı? Aha. Maşallah birini də tapdım. Yenə gezək. Baxın, baxın, baxın. Ay maşallah, maşallah. Baxın, niyə quzu göbəyi deyirlər? Qoyunun qarın qartasına bənzəyir, ona görə quzu köbəyi deyirlər. Çox ləzzətli kövrəkdir. Mən 3-cü dəfədir, keçən il yığmışdım, 2 dəfə pişirdim, bir il birinci dəfə yığıram. Çox dadlı kövrəkdir. Həm də bunlar çox baxılı kövrəklərdir. Doğramamışam, çünki o çox xrupqu kövrəklərdir. Əl vuran kimi, baxın, qırılır sırazına görə doğramıram. Pişdikcə qırılacaqdır, ona görə doğramıram. Hələ biraz pişirəcəm. Soğuxandan sonra, azalandan sonra sarı yağını, soğanını verəcəm, tökəcəm. Hələ biraz pişsin.